Salam dostlar, üçbucaq mövzusuna aid belə bir isbat sualına baxaq. Şəkildə verilmiş ABC və BDY bərabər tərəfli üçbucaqlardır. İsbat edin ki, AD və CY parçaları bərabərdir. ABC bərabər tərəfli üçbucaq olduğu üçün onun tərəflərini A ilə işarə edirik. BDY də bərabər tərəfli üçbucaqdır, onun tərəflərini isə B ilə işarə edək. ABC bərabər tərəfli üçbucağın bir bucaq olduğu üçün 60 dərəcədir. Yəni, BD parçası ilə ABC bucağı 2 hissəyə ayrılıb. Onun birini alfa ilə, birini x ilə işarə edək. Alfa plus x bərabərdir 60 dərəcəyə. DBY bucağı da 60 dərəcə olduğu üçün, çünki o da bərabər tərəfli üçbucağın bir bucağıdır. Onda CBY bucağı da alfa olacaq. Onda buradan 2 üçbucaq alırıq. Yəni ABD üçbucağında ABD üçbucağında rəngləyirəm bu üçbucağı. AB bərabərdir A-ya. BD bərabərdir B-yə. Bucaq ABD isə alfaya bərabərdir. Üçbucaq BYSD isə o üçbucağı rənglədim. BC A-dır. BY B-dir. Bucaq CBY isə alfaya bərabərdir. Onda ABD üçbucağının iki tərəfi və onlar arasındakı bucaq BYS üçbucağının iki tərəfinə və onlar arasındakı bucağa bərabərdir. Onda tərəf, bucaq, tərəf əlamətinə görə bu üçbucaqlar, yəni ABD və BYS üçbucaqları konqruentdir. Konqruent olduğu üçün də onun üçüncü tərəfləri də, yəni AD və YS parçaları da bir-birinə bərabər olacaq.